Kofe həvəskarlarına şad xəbər. Son illərin araşdırmaları göstərir ki, kofe içmək prostat xərçəngi yaranma riskini azalda bilər. Hətta artıq bu xəstəlik diaqnozu qoyulmuş insanlarda kofenin müsbət təsirləri müşahidə olunub. Bəzi məlumatlara görə kofe aqressiv prostat xərçəngi növlərinin inkişaf riskini də azaldır. Alimlər ehtimal edirlər ki, kofenin bu qoruyucu təsiri onun iltihab əleyhinə antioksidan xüsusiyyətləri, həmçinin cinsi hormonların səviyyəsinin dəyişdirilməsinə bağlıdır. Və bu təsirlər kofenin tərkibində olan müxtəlif bioaktiv birləşmələrlə, məsələn polifenollar, kofein əlaqədardır. Lakin bu nəticələr ümidverici olsa da, unutmaq olmaz ki, bu araşdırmalar statistik xarakter daşır. Yəni birbaşa sübutlar yoxdur. Kofenin orqanizmə təsiri çox fərqlidir. Və yaş, ümumi sağlamlıq vəziyyəti, artıq çəki, yanaşı gələn xəstəliklər kimi digər faktorları da nəzərə almaq vacibdir. Unutmayın ki, yalnız prostat xərçənginin qarşısını almaq üçün kofe içməyə başlamaq və ya kofe istehlakını artırmaq məsləhət görülmür. Xüsusən də kofein əks göstəriş olan başqa xəstəlikləriniz varsa. Əgər siz kofe həvəskarısınız, gündə 2-3 fincan təzə çəkilmiş kofe, məsələn Türk kofesi, əksər sağlam insanlar üçün təhlükəsiz sayılır. Əgər əvvəllər kofe içməməlisinizsə, bir fincanla başlayıb və orqanizminizin necə reaksiya verdiyini müşahidə edə bilərsiniz.